qadınlara hörmət etməliyik, onları biz qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Bu gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik. Eşitdiniz də, İlham Əliyev deyir ki, xanımları biz qorumalıyıq, onlara hörmətlə yanaşmalıyıq. Gəlin baxaq görək, cənab İlham Əliyev haqqını tələb eləyən bir xanımı necə qoruyur? Hamımızın balaları bax, əlil olacaq inşallah. Görəcəksiniz, hamımıza deyirəm. Mənim geçirim biskütləri. Hadi bura nəzarət elə. Dayalar, dayalar. Biskütləri qızımı edirəm, xəstəyəm. Aç mən əliləm. Mən xəstəyəm, başaşdım. Qalx ayağa, qalx ayağa. Daxili insafınız olsun da, niyə belə edirsiniz?